Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiyai vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. 40 hədis kitabımıza devam edirik. Növbəti hədisimiz 12-ci hədis. Buyurur ki, An Əbi Hüreyrətə radiyallahu anhu qal Rasulullah sallallahu aleyhi ve sellem. Min husni islamil mer'i terkuhu ma la ya'nihi. Hadisun Hasan, Ravahu Tirmizi və qeyrihi. Deməli, buyurur ki, Abu Hureyra radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm dedi. Kişinin İslamının gözəlliyindəndir ki, ona aid olmayan işləri tərk etsin. Hədis Həsən hədisdir. İmam Tirmizi və başqaları hədisi rəvayət etmişdir. Hədisin həmçinin Şeyx Albani rahimehullah hədisi həsən deyib. Deməli qardaşlar, hədisin ravisi barəsində keçən dərslərdə danışmışıq. Yəni hədisin ravisi Abu Hureyra radiyallahu anhudur. Və Abu Hureyra radiyallahu anhunun əsl adı Abdurrahman bin Saxır Əd-Dəvsi. Allah ondan razı olsun. Ümumiyyətlə bu hədis çox əzəmətli hədislərdən biridir. Necə ki bundan qabaq və bundan sonraki hədislər kimi Allah Resulü sallallahu aleyhi və səlləmin çox əzəmətli hədislərindən biridir. Və bu hədis 8 sahabədən nəql olunubdur. 8 sahabədən nəql olunub. Onlardan Abu Bakr As-Siddiq, Ali bin Abu Talib, Hüseyin bin Ali bin Abu Talib, Zeyd bin Thabit, Enes bin Malik, Abu Hureyra, Usama bin Zeyd, Haris bin Hişam. Allah onlardan razı olsun. Və bunların alimlər buyurur ki, heç bir səhih deyil qardaşlar. Yəni səhih dərəcəsinə çatmayıbdır. Və Şeyx Albani rahimehullah hədis haqqında buyurur ki, hədisin yəni səhihliyi necə olub? Yəni şəvahidlərlə, yəni dəstəkləyici rəvayətlərlə səhih sayılıb. Yəni başqa rəvayətlər bunu gücləndirib. Amma öz başına Abu Bakrdan, Ali bin Abu Talibdən və digər sahabələrdən gələn hədislər heç biri səhih pilləyə çatmır. Hədisin mənziləsi haqqında alimlər buyururlar ki, İmam Abu Muhammed bin Əbi Zeyd Əl-Maliki rahimehullah buyurur ki, bütün xeyir ədəbləri, bu xeyir ədəblərin cəmi bu 4 hədisdə şaxələnib. Yəni 4 hədis ki var, bütün xeyir ədəblər bu 4 hədisdən şaxələniblər. Onlardan birincisi, Mən kənə yu'minu billahi vəl yevmil əxiri fəlyəkul xayran əv liyasmut hədisidir. Hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim Allaha və axirət günə iman gətirirsə, ya xeyir danışsın, ya da lal olsun, danışmasın. Bu birinci hədis. Və bu hədisdə böyük deməli ədəb var. Xeyir ədəblər cəm olubdur. İkincisi, Şeyx Rahimullah buyurur ki, həmən elə bu hədisdir. Min husni islamil mər'i tərkuhu mə lə ya'nihi. Yəni kişinin İslamının gözəlliyindəndir ki, ona aid olmayan işləri tərk eləsin. Üçüncü hədis, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Lə təğdab, qəzəblənmə. Dördüncü hədis, Lə yu'minu ahadukum həttə yuhibbə li əxihi mə yuhibbu li nəfsih. Sizdən biriniz iman gətirmiş olmaz, ta ki özü üçün istədiyini qardaşı üçün istəməsə. Fikir verin, bu 4 hədis ki var, İmam Abu Muhammed bin Əbi Zeyd Əl-Maliki rahimehullah buyurur ki, bu 4 hədis də nədir? Xeyir ədəbləri özündə cəm eləyən bu 4 hədisdir. Həmin bu keçdiyimiz, şərh etdiyimiz hədis də elə o hədislərdəndir. Elə o hədislərdəndir ki, özündə xeyir ədəbləri cəm eləyibdir, qardaşlar. Və İmam Abu Muhammedin bu sözünü İmam Nəvavi özünün Sahih Müslimin şərhində zikr edir. Və İmam Darqutni buyurur ki, usul hədisləri 4'dür. Usul hədisləri 4'dür. Onlardan birincisi, İnnəməl ə'malu bin niyyət. Həqiqətən, yəni əməllər niyyətlərə görədir. İkincisi, bu həmin hədisdir, bugün zikr etdiyimiz, kişinin dininin gözəlliyindəndir ki, İslamının ona aid olmayan işləri tərk eləsin. Üçüncü hədis, Əl-hələlu beyyinun vəl-haramu beyyin. Halal da bəllidir, haram da bəllidir hədisidir. Dördüncüsü isə, İzhəd fid-dunya yuhibbəkallah, yuhibbukullah. Deməli, dördüncü hədis isə, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, dünyada deyir, zahid ol ki, Allah səni sevsin. Bu 4 hədis usul hədisləridir. Yəni insanın dünyasına
və dininə fayda verəcək bu 4 hədisdir. Və bu gün zikr etdiyim hədis də deməli İmam Daraqutni buyurur ki, həmin hədislərdəndir ki, əzəmətli hədisdir. Və bunu İmam Suyutinin Əl-Əşbəh və Nəzair əsərində qeyd etmişdir. Və həmçinin İbn Həcər Əl-Heytəmi rahimehullah buyurur ki, Abu Davudun sözünü nəql eləyir, İmam Abu Davudun buyurur ki, bu hədis İslamın 4də biridir. Yəni Abu Davud bu cür deyib. Və sonra sözünə davam edir ki, İbn Həcər Əl-Heytəmi rahimehullah, mən isə deyirəm ki, bu hədis İslamın yarısıdır. Hətta hamısıdır. Çünki insanın əməli ya ona aid olanı etməkdir, ya da ona aid olmayanı tərk etməkdir. Həqiqətən də əzəmətli hədisdir yəni. Və bu hədis alimlər buyurur ki, deməli nəfsin tərbiyə olunmasında, onu rəzillikdən və nöqsanlardan təmizləməsində, faydası və qazancı olmayan şeylərin tərk edilməsində böyük bir əsasdır. Böyük bir əsasdır. Deməli İmam Daraqutni bunu Fəthül Mubin əsərində 144-cü səhifədə buyurmuşdur. Hədisin mətnində fikir versək, Allah Resulü sallallahu aleyhi və səlləm sözünə min husni islamil mər'i, yəni kişinin İslamının, dininin gözəlliyindəndir, kamilliyindəndir. Yaxşı, ya Resulullah, bu dininin gözəlliyindən olan şey nədir? Kamilliyindən olan şey nədir ki, biz o dinimizi gözəlləşdirək, kamilləşdirək? Buyurur ki, tərkuhu mə lə ya'nihi, ona aid olmayan şeyləri tərk etməsi. Və o da nədir qardaşlar? Ona aid olmayan şey, yəni məsuliyyətində olmayan şeylər. Dininə və axirətinə, dünyana faydası olmayan işləri tərk etməsidir insanın. Yəni bu insanın, bu adamın müsəlmanlığının gözəlliyindəndir. Yəni sənin nə ki axirətinə, dininə, həqiqətən bu hədisdə fikir versək, dərindən fikirləşsək qardaşlar, böyük faydalar var. Bu hədisdən böyük nəticələr çıxartmaq lazımdır. Nəinki bu hədisdən, digər Allah Resulü sallallahu aleyhi və səlləm hədislərindən. Yəni şərt o deyil ki, yəni görürsünüz ki, bizə hədislər gəlir, telefonlarımıza, cihazlarımıza hədislər gəlir, oxuyuruq. Lakin şərt odur ki, sən o hədislərdən fayda çıxardasan. Və bu hədisdə də əzəmətli faydalar cəm olubdur, subhanallah. Yəni insan mücərrad buna əməl etməklə özü, dini, dünyavi işləri, hər şey salamatlıqda qalır. Fikir verin, sənə aid olmayan, mücərrad, sənə aid olmayan işləri tərk elə. O şeylər ki, sənin məsuliyyətində deyil, sən o şeylərdə məhsul deyilsən yəni. Nə sənin dininə faydası var, nə sənin axirətinə faydası var, nə sənin dünyana faydası yoxdur, bunları tərk elə. Və bunları tərk etdikcə sənin İslamın gözəlləşəcək. Necə ki, bunu Allah Resulü sallallahu aleyhi və səlləm qeyd edibdir. Bəli. Və hədisin mənası qardaşlar, hədisin mənası budur ki, və ondan belə başa düşülür ki, bir müsəlmanın, yəni ən pis xüsusiyyətlərindən biri, yəni tanındığı ən pis xüsusiyyətlərindən biri özünə aid olmayan faydasız işlərlə məşğul olmasıdır. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Kişinin dinin gözəlliyindəndir ki, ona aid olmayan işləri tərk eləsin. Yaxşı, ona aid olmayan işlərlə məşğul varsa nə olar? Hədisin əks məfhumundan nə başa düşülür? Yəni o insanın tanındığı ən pis xüsusiyyətlərdən biri olur. Yəni sən hər şeyə müdaxilə olursan, hər şeyə qarışırsan, yəni özünün məsuliyyətində olmayan, əlavə də özünü həm dünyada, həm də axirət günü Allah qarşısında yükləməklə. Və bu istər alimlər buyurur, elm əhli buyurur ki, istər baxmaqda olsun, istər eşitməkdə olsun, istərsə də söz və əməldə olsun. Bütün növ artıq işləri tərk elə. Bütün növ artıq işləri tərk elə. Və qulun İslamının kamilliyinin və istiqamətinin əlaməti isə, yəni sənin İslamının kamilliyinin əlaməti nədir? Sənin istiqamətinin doğru yolda olmağının əlaməti nədir? Həm dinində, həm də dünyanda sənə fayda verməyən işləri tərk et. Sənə fayda verməyən işləri tərk et. Və həmçinin şübhəli şeyləri, bundan qabaqki hədislərdə də bunu zikr etmişdik. Şübhəli şeyləri, məkruh olan, eşitirsən ki, filan şey məkruhdur. Alimlər deyib ki, filan şey məkruhdur və filan şey şübhəlidir. Tərk et. Allah üçün tərk et ki, dinin gözəllənsin. Dinin gözəl olsun. İstiqamət, doğru yol üzərində olasan, salamat olasan. Yəni sən heç bir qəlbində bir narahatçılıq yoxdur. Sən salamatsan, elhamdülillah. Bu şeyləri tərk etdiysə. Və çünki bunlar İslamı kamil olan kəs üçün artıq və faydasız sayılan şeylərdir.
Yəni sən şübhəli şeylərlə məşğul olmağın, hətta mübahların artığını tərk etmək belə. İnsan o qədər mübah şeylərlə məşğul olur ki, hətta görürsən ki, vacibləri belə yəni keçir o mübahlarla məşğul olmaq. Buna görə şeytan insana cürə qardaşlar yerlərdən və cürə şəkillərdən yaxınlaşır. İnsanda o zəifliyi axtarır. Günahlara sala bilmədi, bidətlərə, xurafatlara, tövhidində onu zəlalətə sala bilmədisə, belə şeylərlə insan məşğul edir. Yəni neynəyəsən? Mübah olan şeylərlə aldanasan ta ki o fərzlərdən, sənə Allahın və Rasulunun vacib etdiyi şeylərdən yayınasan deyə. Və haramları tərk etmək isə onsuz da müsəlmanın üzərinə nədir? Vacibdir bizə haramları tərk etmək. Və bu cür işlərdən biri də qardaşlar, yəni insana aid olmayan işlərdən biri də insanların özəl həyatlarına müdaxilə etməkdir. Və bu müdaxilə çox vaxt görürsən ki, nəsihət xarakterli və yaxud da sünnədə gələn hal-əhval tutmaq, maraqlanmaq məqsədi ilə olmur. Yəni filan kəsin həyatından danışır. Bu, yəni fərqi yoxdur. İstər qardaşlar olsun, istər qeyri-qardaşlar olsun, istər müsəlmanlar olsun, istər kafirlər olsun, kim olur olsun. Aktyor olsun, filan kəs olsun, müğənni olsun. Sən oturub onlardan danışma. Çünki sənə aid olmayan işləri tərk etmək sənin dininin gözəlliyindəndir. Şeytan səni belə şeylərlə başını qatdıqca, hətta səni haramlara, qeybətə, nəmmamlığa belə salacaq. Ona görə çox vaxt görürsən ki, danışır, bilirsən ki, onun danışdığı şeydə nəsihət yoxdur. Nəsihət olsa gedib özünə birbaşa deyərdi onu. Əli çatmır axı. Oturub danışır. Nədən danışır? Şəxsi həyatından danışır. Filan kəs belə getdi, filan kəs belə getdi, filan kəs məsələn filan işdə işləyir. Qardaşım, bunların sənin nə xeyri var ki? Nə sənin dünyana, nə axirətinə, heç bir əksinə ziyanı ola bilər. Əksinə ziyanı ola bilər. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmin hər dəfə o şeyləri xatırladıqca, yəni ağız getdikcə, insan dili sürüşdükcə, danışdıqca gördün ki, daxil olursan, Allah Resulü sallallahu aleyhi və səlləm bu hədisini xatırla. Salamatda qalasan deyə, doğru istiqamətdə olasan deyə. Min husni islamil mər'i tərkuhu mə lə ya'nihi. Kişinin dininin gözəlliyindəndir ki, ona aid olmayan işləri tərk eləsin. Və insanlarda görürsən ki, yersiz maraq yaranır. Hətta aid olmayan dövlətlərdən danışır. Filan kəs dövlət belə, filan siyasətdən danışır, fikir yürüdür. Yəni bunlar əbəs şeylərdir, yersiz maraqlardır bunlar. Bunlar yersiz maraqlardır və vaxtın israfıdır. Sən zikr elə, Allahı zikr elə, Allahın ayələrindən danış. Oturmuşsunuz nə vaxt qardaşlar bir araya gəldi, bir-birinizə Allahı xatırladın, təqvanı xatırladın, günahlardan çəkinməyi xatırladın. Yoxsa Allah müstəhan bəzən görürsən ki, qardaşlar bir araya gəlir, dövlətlərdən danışırlar, siyasətlərdən danışırlar, dövlət başçılarından danışırlar. O ora səfər etdi, bu səhv elədi, o xəta elədi, o gələk verilsəydi belə olardı. Min husni islamil mər'i tərkuhu mə lə ya'nihi. Kişinin dininin gözəlliyindəndir ki, ona aid olmayan işlər tərk etsin. Və bu cür işlərdən biri də qulun əməli ilə əlaqəli olmayan və ona heç bir fayda verməyən mövzularla məşğul olması və buna aid suallar verməsi. Məsələn, gəlir sənə sual verir ki, bir dəfə alimlərdən birinə sual verirlər. Deyir ki, şeyx deyir, mən deyir, aya çıxsam və təsəvvür edin, mən deyir, aya çıxsam qiblənin hansı tərəfə durmalıyam? Əbəsdir vallahi, əbəsdir, əbəsdir bu şeylər. Yəni, niyə görə? Çünki sənin üzərində heç bir faydalı əməl tərtib etmədiyin şeylərdəndir. İnsan ona görə insan sual verəndə, hətta elm tələbələrinin yanında olanda, alimlərin yanında olanda, Allah nəsib eləsin, sual verəndə çalışın ki, seçici olun. Sual vermək xatirinə sual vermək lazım deyil. Sual vermək insanın ya sənin əleyhinə olacaq o sual, ya lehinə olacaq. Ya boş danışıq olacaq, ya sənin üçün fayda olacaq. Ona görə sual verməmişdən qabaq fikirləş. Bu sual mənim dünya və axirətimə bir faydası var, yoxsa yoxdur? Elə orada dayan. Özünə nəfsinə sual ver. Mən görürsən axirətimə fayda verəcək. Yəni axirətə fayda vermək deyəndə nə qəsd olunur qardaşlar? Yəni axirətə fayda vermək deyəndə o qəsd olunur ki, sən o sualın cavabından sonra əməl eləyəcəksən və ola bilsin ki, o əməlin sayəsində cənnəti qazanırsan. O əməlin sayəsində Allah təala sənin günahlarını bağışlasın. Savab qazanırsan. Varmı? Cavab versən özünə, bəli var. Ondan sonra sualını rahat verə bilərsən. Yoxsa yoxdursa, bu cür şeylər. Məsələn, biri gəlir soruşur ki, Əshab-ı Kəhfin itin rəngi nə rəngidir? Qardaşım, bunun sənə nə bir faydası var ki? Vallahi alimləri dinlədikdə görürsən ki, faydalı sual, yəni sual verməyin ədəbi var. Hə? Yəni sən hər şeyin bir ədəbi olduğu kimi İslamda unutmayın ki, hətta Peyğəmbər sallallahu aleyhi və səlləm bu dində bizə taharətə getməyin belə ədəbini öyrədib. Fikir verin, hər şeyin ədəbi var İslamda.
Və onun bu şeyin ədəbi də budur ki, sual verməyin ədəbi də budur ki, qardaşlar. Sual verməyin ədəbi də budur ki, insan faydalı sual verməlidir. Faydasız sual verəcəksən, qiyamət günü Allaha cavab verəcəksən. Niyə görə faydasız sual verirsən? Danışığını artırdın. Keçən dərs biz hədis dərslərimizdən birində dedik ki, insanın hər bir danışdığı söz yazılır. Və əlavə olaraq sən ola bilsin ki, faydalı sual verən insanın önünə keçdin. Onu qabaqladın. Ola bilsin ki, şeyxin, o müəllimin, hansısa tələbənin vaxtını aldın. O şeyləri sərf etmək üçün. Ona görə diqqətli olmaq lazımdır. Barakallahu fikum. Sual verdiyiniz zaman sualın ədəbindəndir ki, ancaq fayda olan suallar vermək lazımdır. Üzərində əməl bina olunacaq sual vermək lazımdır. Və yaxud da sual verir ki, deyir ki, İbrahim Aleyhisselamın kəsdiyi quş nə quş idi? Və yaxud da qiyamət günü yerin aqibəti necə olacaq? Bunlar hamısı insana, müsəlmana heç bir faydası olmayan suallar, qardaşlar. Belə şeylərdən çəkmək lazımdır. Və bəzən də görürsən ki, bu da mühüm məsələlərdəndir. Fikir verin, diqqətli olun. Bəzən də görürsən ki, insan ona vacib olan şeyləri tərk edir. Vacib olmayan, mübah olan şeylərlə aldanır. İndi sizə bir misal verəcəm, inşallah aydın olacaq. Və bu şeytanın insanı aldatmasıdır, qardaşlar. Necə ki, bayaq da bir misal, bəhs etdim ki, yəni insan neyinir? Sənə vacibdir, məsələn, sən Allah Teala yaradıb. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونَ. Ancaq Allah səni yaradıb ki, ancaq Allaha ibadət edəsən deyə. Sözündə ibadət, danışığında ibadət, hər bir şey, zikir, səhər axşam zikir, günləri 5 vaxt. Allah səni bunun üçün yaradıb. Tövhidi öyrənəsən, elm ibadətdir, qardaşlar. Elm ən şərəfli ibadətdir. Vaciblərdən sonra ən şərəfli ibadətdir elm. Və elm dedikdə nəyə qəsd olun? Ən birinci, ən şərəfli. Peyğəmbər sallallahu aleyhi və səlləmin 13 il Məkkənin küçələrində yaydığı dəvət nə dəvət idi? Qulu la ilahə illallah. Tövhid. Cənab-ı Tövhid. Yəni, tövhid kəlməsi. O uca kəlmə. Allah səni yaradıb. Niyə görə yaradıb? İbadət üçün. Yaxşı, ibadət. Yaxşı, Allaha tək ibadət etmək. Qardaş, tövhid nədir? Bax, sən buna görə yaradılmışsan. Sənə vacib odur ki, sən tövhidi öyrənəsən. Məsələn, rububiyyə, uluhiyyə, əsma, sifət, bunları öyrənməlisən. İnsan vallahi ömür boyu çalışsa da yenə də bəs eləmir ki, sən bunları kamil şəkildə biləsən. Allahın ad və sifətlərini öyrənəsən. Və bəzən görürsən ki, şeytan əsas məqamdan insanı yayındırır. Adam 10 ildir namaz qılır, sual versən ki, tövhidin 3 növünü səyə bilərsən mi, qardaş? Deyir, bilmirəm. Lakin baxırsan ki, bəzən bu aldanışda olan insanlar mübah olan şeylərlə başlarını qatır. Və hətta bundan da betəri o mübah olan şeylərlə insanları imtihan edir. Şahid olduğumuz məsələlərdən biridir. Görürsən ki, bir nəfəri sıxışdırıb, deyir ki, filan sahabənin adı nədir? Filan sahabə neçənci ildə vəfat edib? Filan sahabə hansı döyüşdür? Bilməyəndə də istehza edir ki, sən deyir, necə müsəlmansan, sahabənin adı. Qardaşım, yəni o insanlardan söhbət getmir ki, onlar tövhidi bilirlər. Onsuz da tövhidi bilən insan elə şeylərlə insanları imtihan eləməzlər yəni. Görürsən ki, insan nə bir içində bir şövq var, nə istək var o tövhidi öyrənməyə, nə bir onu o əməl üzərində görmüsən. Bu şeylərlə, şeytanın onu aldatdığı o mübah şeylərlə insanları imtihan eləyir. Mən ola bilər. Bu eyib deyil yəni. Müsəlman əlbəttə öyrənməlidir. Hansı ki Allah Resulü sallallahu aleyhi və səlləm o şərəfli əshabı öyrənməlidir. Onlar kimlər idilər? Lakin bu səni aldatmasın ki, Allah subhanahu wa ta'alanın tövhidindən uzaq qaçasan, uzaq durasan. Vaxtını daya eləyəsən, yəni vaxtını sərf eləyəsən bu cür mübah olan şeylərlə, Allah Teala qiyamət günü səndən o sahabənin adını soruşmayacaq. O sənin üçün eyib deyil o sahabənin adını bilməmək. Sənin üçün eyib deyil onların nə vaxt vəfat etdiyini bilməmək. Tilkə ümmətun qad xalət, ləhə mə kəsəbət və ləkum mə kəsəbtum, və lə tusəlun əmmə kənu ya'məlun. Allah Teala buyurur ki, onlar bir ümmət idilər, gəldilər və getdilər. Onların etdikləri onlaradır, sizinki sizədir. Siz onların etdiyindən soruşulmayacaqsınız. Allah Teala qiyamət günü səni qaldıranda nə soruşacaq səndən? Nə soruşacaq səndən? وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسِ إِلَّا لِيَعْبُدُونَ. Bunu təhqiq etdinmi sən? Yerinə qoymusanmı? Öyrənmisənmi bu tövhidin haqqını vermisənmi? Bəzən görsən tövhiddən, naqislikdən adam gecə gündüz tövhid əhliyəm deyib rafizlərə istehza edir. Bircə damcı ruzidə sıxıntı düşən kimi ailəmi vurur bir-birinə, müsəlmançılıq, tövhid yaddan çıxır. Ona görə tövhidi təhqiq eləmək lazımdır, qardaşlar. Haqqını vermək lazımdır, öyrənmək lazımdır. Bəli. Yəni ona görə, yəni məqsəd odur ki, insan gərək ona vacib olan şeylərlə məşğul olsun, qardaşlar. Sənin mübah olan şeylər məşğul ol, eyib etməz.
məşğul ola bilərsən. Amma belə etmə ki, o mübah olan şeylər səni vacib olan şeylərdən yayındırsın. Yəni inşallah ki, məqsəd aydın oldu qardaşlar. Ona görə diqqətli olun. Barakallahu fikum. Birinci, ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvətindən başlamaq lazımdır. Allah Resulü sallallahu aleyhi və səlləm nə ilə başladı dəvətə? Tövhidlə başladı. Və bu faydasız suallar və onlardan da ən şərlisi qardaşlar, biri var insan belə şeylərlə məşğul olar, bəli, bu da məzəmmət olunur. İnsan gələk faydasız suallardan, faydasız suallar verməkdən uzaq olsun. Və bundan da betəri və bundan da pisi, şərlisi, bəzən görürsən insan qeyb işlərinlə məşğul olur və onun keyfiyyəti ilə məşğul olur. Ancaq Allah Taala o qeyb məsələlərini bizim üçün örtübdür. Biz bunu bilmirik. İnsan görürsən ki, nə ilə məşğul olur? Qeybdə olan şeylərin keyfiyyəti ilə məşğul olur. Və Allah Taala'nın sifəti ilə məşğul olur. Allah Taala'nın sifətini necəlik? Bu daha betərdir. Ona görə nə qeybdirsə, elhamdülillah biz ona iman gətirmişik. Allah Taala'nın sifətləri, keyfiyyəti bizim üçün qeybdir. Bizim üçün qeybdir. Lakin keyfiyyəti var. Ona görə Allah Subhanahu wa Taala bizdən nəyi tələb eləyir? Ona iman gətirməyi. Yəni səlim qəlbin o vaxt olacaq ki, sən ona iman gətirəcəksən. Mücərrəd. Allah Taala Quran-Kərimdə buyurur ki, əgər onlar da sizin kimi iman gətirsəydilər, hidayət olardılar. Ona görə insan bu şeylərdən, qeybi məsələlər xüsusən, qeybi məsələlərdən onların keyfiyyətini araşdırmaqdan çəkinməlidir. Bu yəni insanın faydasız suallar verməsindən daha betərdir qardaşlar. Bəli. Və ilm əhli buyurur ki, bu hədisdən həmçinin bilinir ki, İslamın iki mərtəbəsi var qardaşlar. Yəni bu yöndən iki mərtəbəsi var. O da hansıdır? Mutlaqul İslam. Birincisi odur ki, mütləq İslam. Yəni bu da nədir? İki şəhadət kəlməsidir. La ilahe illallah, Muhammed Rasulullah. Və ikincisi isə İslamın ikinci mərtəbəsi İslamın gözəlliyi və kamil olanı. Sən bunun ikisini təhqiq etməyə, yəni bu ikisinin haqqını verməyə çalışmalısan. Birinci o iki şəhadətin haqqını ver. Hansı ki tövhidi öyrən, Allah və Rasuluna iman gətirdikdən sonra o imanın rükunlarına, imanın şərtlərinə iman gətirdikdən sonra ondan sonra nə? Ondan sonra İslamını elə ki o şeylər səndə formalaşdı, o imanın gərəkdirdiyi şeylər, ondan sonra İslamını gözəlləşdirməyə çalış. Və bunun yəni İslamın gözəlliyi və kamil olanı, bunun həqiqəti isə zahirən və batinən İslamı yerinə yetirməyə həris olmaqdır. Sünnətləri yerinə yetirməyə həris olmaqdır. Bu sünnətdir, bu fərzdir deyə soruşma. Bəzən insan gəlir, soruşur ki, səndən bu sünnətdirmi? Soruşma məqsədi nədir? Bəzən görürsən ki, soruşma məqsədi olur ki, sünnətdirsə o yəni səhlənkar yanaşır. Belə eləmək olmaz. İnsanın İslamı gözəlləşdirən şeylərdəndir ki, sən o sünnətləri də yerinə yetirəsən. O sünnətlər tərk olunsa da gəlmir ki. Bəli. Və həmçinin həris olmalıdır şübhəli şeylərdən uzaq olmağa və mübahların artıqlarından uzaq olmağa. Və İslamın gözəlləşməsi istilahı Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisdə bildirdiyi kimi qardaşlar, bu termin bir neçə hədisdə zikr olunubdur. Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn. Və onlardan birincisi alimlər zikr edir ki, Sahiheyndə, yəni Buxar Müslimdə zikr olunan hədisdir. Abu Hureyradan gəlir ki, buyurur ki, Nəbi sallallahu aleyhi və səlləm İzə əhsənə əhadukum İsləməhu və kullu həsənətin ya'məluhə tuktəbu bi'əşri əmthəlihə ilə 700 də'fin və kullu seyyiətin tə'məluhə tuktəbu bimithliha. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, sizdən birinizin İslamı gözəlləşdiyi zaman etdiyi hər bir yaxşılıq 10 qatından 700 qatına qədər yazılar. Və etdiyi hər bir pislik isə yalnız onun misli qədər yazılar. Və ikinci hədisdə də buyurur ki, Sahih Müslimin rivayət etdiyi hədisdə İbn Məsuddan gəlir ki, soruşurlar ki, ey Allahın Rasulü, biz cahiliyyədə etdiklərimizə görə hesaba çəkiləcəkmi? Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən əhsənə fil İslami ləm yuəxaz bimə amilə fil cahiliyyə. Kim İslamda əməllərini gözəlləşdirərsə, yəni İslamını gözəlləşdirərsə və bu İslamı gözəlləşdirməyin yollarından biri də qardaşlar nədir? Elə bu hədisimizin mövzusu sənə aid olmayan işləri tərk etməyindir. Kim gözəlləşdirərsə İslamın Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, cahiliyyətdə etdiklərinə görə hesaba çəkilməz. Və mən əsəə fil İslami, kim İslamını çirkinləşdirərsə,
uxidə bil əvvəli vəl-əxir. Ondan əvvəli də axırı da soruşular. Yəni səndən cəhalət dönəmində etdiklərin də soruşulacaq. Ona görə insan gərək İslamı gözəlləşdirən şeylərlə məşğul olsun. İslamı gözəlləşdirən şeylər nədir? Zahirən və batinən olan əməllər, sünnət əməllər, insanın şübhəli şeylərdən çəkinməsi, dünyada və axirətdə fayda verməyən şeylərdən çəkinməsi. Bəli. Və insana elm əhli buyurur ki, qardaşlar, insana aid olan işlər iki qismdir. Diqqətli olaq. İnsana aid olan işlər iki qismdir. Onlardan birincisi yaşadığımız həyatın zəruri işləridir. Yəni yemək, içmək, geyinmək, evlilik və s. Ticarət edirsənsə sən ticarətin və s. İşin və s. Yəni bu şeylər həyatın zəruri işləridir ki, sən bunlarla məşğul ola bilərsən. Sənə aid olan işlərdir bunlar. Gündəlik yeməyin, ailəni dolandırmağın, bunun hamısı sənə aid olan işlərdir. Geyimin və s. İkincisi isə sənə aid olan işlər hansılardır? İkincisi və ən mühimi, ən şərəflisi, ən əzəmətlisi ubudiyyətdir, qardaşlar. Ubudiyyət. Nə deməkdir ubudiyyət? Yəni ibadət işləri. Sən bunlarla məşğul ol. Vallahi insan, qardaşlar, vallahi bəzən təəccüb edirsən ki, insan elə şeylərdən bəhs edir ki, elə şeylərdən danışır ki, sən deyirsən, subhanallah, bunun yəni ibadətdən, o Allahın buna əmr etdiklərindən, gündəlik o fərz ibadətlərdən, elm tələbindən və yaxud da başqa şeylərdən o qədər vaxtı var ki, bu maşallah olsun, vaxt tapıb belə ona aid olmayan şeyləri də artıq öyrənməyə başlayıb. Təəccüb olunur. Ona görə ikincisi isə ubudiyyətdir, qardaşlar, sənə aid olan işlərdən. İbadət işləri ki, sən onun üçün yaradılmısan. Hansı ki, qiyamət günü onun halı, yəni qulun halı bunun üzərinə tərtib olunur. Nəyin üzərinə tərtib olunur? Tövhidin üzərinə, ibadətin üzərinə, Allahı təhləşdirməyinin üzərinə. Ona görə diqqətli olmaq lazımdır. Bəli. Və bu da Allah Rasulunun sallallahu aleyhi və səlləmin mühüm bir vəsiyyətini bizə xatırladır, qardaşlar. Hansı vəsiyyətdir o? Buyurur ki, Nəbi sallallahu aleyhi və səlləm, İhris alə mə yənfəukə. Sənə fayda verən şeylərə həris ol. Fikir verin, subhanallah. Sənə fayda verən şeylərə həris ol. Sən ona iştahla yanaş ki, o şeylər sənə dünyana ya da axirətinə fayda verir. Heç birine fayda vermirsə, tərk et. Yəni bu da nəfs islahının əslidir, qardaşlar. Kim nəfsini islah etmək istəyirsə, özünə aid olmayan şeylərdən uzaq dursun. Və beləcə o nəfsinin islahını görəcəkdir. İbn Qayyim rahimehullah özünün Fəvaid əsərində buyurur ki, aslu islahi rahan nufusi bil iştigal bima ya'nika və fasaduha kulluhu fil iştigal bima la ya'nika. Buyurur ki, İbn Qayyim, nəfslərin islahının əsası insanın özünə aid olan işlərlə məşğul olmasıdır. Sən aid olan işlərlə məşğul olursan, bu sənin nəfsinin islahının əsasıdır. Qardaşım, nəfsini islah eləmək istəyirsən, sənə aid olan işlərlə məşğul ol. Və əksi buyurur ki, nəfslərin bütün fəsadı isə özünə aid olmayan işlərlə məşğul olmasıdır. Qısa, əgər nəfsində fəsad görürsənsə, bil ki, özünə aid olmayan işlərlə məşğul olmusan. Və bu hədisi, Peyğəmbər sallallahu aleyhi və səlləmdən zikr olunan bu hədisi təsdiq edən dəlillər çoxdur və onlardan biri də Müminun surəsinin 3-cü ayəsində Allah subhanahu wa ta'ala buyurur ki, وَالَّذ۪ينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ. Fikir verin, müminlərin sifətindən Allah təala vəsf edir. Xas qullarından vəsf edir. Kim olmaq istəmir ki, qardaşlar? İçimizdə kim mümin olmaq hamı istəyir. Amma mümin olmaq istəməklə kifayətlənmir. Heç kim istəyinə görə olmur ki. Sən ona layiq olacaq sifətlərlə sifətlənməlisən. Və onlardan biri də nədir? وَالَّذ۪ينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ. Onlar boş danışıq, ləğv gördüyü zaman nə edirlər? Üz çevirərlər. Ona aid olmayan işlər, faydasız şeylər gördüyü zaman yəni nə edirlər? Üz çevirərlər. Və buradakı alimlər elm əhli buyurur ki, ləğvin mənası nədir? Huvəl batil və kullu ma faidətə fihi. Ma la faidətə fihi. Buyurur ki, buradakı ləğvin mənası batildir. Yəni insan batillə məşğul olmasıdır. Yəni mömin insan batildən üz çevirər. Və kullu ma la faidətə fihi. Və mömin insan ona fayda olmayan şeylərdən üz çevirəndir. Fikir verin. Bəli, ona görə də insan əgər qəlbinin islahını istəyirsə, əməllərinin islahını istəyirsə, özünə aid olmayan şeylərdən uzaq durmalıdır və qəlbini ona fayda verən əmr və qadağalarla kifayətlənməlidir. Əmr və qadağalarla kifayətlənməlidir. Yaxşı, burada bir sual ortaya çıxır ki,
Yaxşılığı əmr edib pisliklərdən çəkinmək də mi ona aid olmayan işlərdəndir? Yəni insana aid olmayan işlərdəndir? Xeyr. Cavab odur ki, xeyr. Niyə görə? Çünki yaxşılığı əmr edib pisliklərdən çəkinmək, yəni insanları Allaha dəvət etmək ən əzəmətli ibadətlərdəndir qardaşlar. Allah Teala bunu bizə vacib edib. Allah Teala Quran-Kərimdə buyurur ki: "Vəltəkum minkum ummetun yed'un ila'l-xeyr və ya'murun bil-ma'ruf və yenhaun 'anil munkar." İçərinizdən yaxşılığı çağıran, yaxşılığı xeyrə çağıran, dəvət edən və ya'muruna bil-ma'ruf, yaxşılığa əmr edən və pisliklərdən çəkindirən bir ümmət olsun. Və bu o siyahıya girmir. Yaxşılığa çağırıb pisliklərdən qadağan etməyin Allahın sənə əmr etdiyi vaciblərdən bir vacibdir. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyuruyor ki: "Da' ma yeribuke ila ma la yeribuk." Sənə fayda verməyən şeyləri fayda verən şeylərlə əvəz elə. Və həmçinin başqa hədisdə də buyurur ki: "Men kana yu'minu billahi vel yevmil ahir felyekul hayran ev liyasmut." Kim Allah'a və axirət gününə iman gətiribsə, ya xeyir danışsın, ya da sussun. Susmaq bir mənada ümumiyyətlə danışmamaq. Və sonda da Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki: "Min husni islamil mer'i terkuhu ma la ya'nihi." Kişinin dininin gözəlliyindəndir ki, ona fayda verməyən işlərlə o işləri tərk eləsin. Və doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.